bazarda yəni indi bir 10 nəfərdən soruşdan 98-in lap 2000-in, 2005-in maşında deyəcək bes kraska. Nə oldu? Elə hamısı gəldi bazara çıxdı. Uzbor kraskalanmış maşın deyirlər, bir iki detalına kraska dəyib. Klientin də başı çıxmır. Alır götürür gedir. Renk varsa onu danışarsan. 3 detalda. Necə? 3 detalda. 3 detalda. Qapı yox, qırılır səncə? Qapıdır, qabaq qapıdır. Qabaq kırılodur. Gömərişxananı açır qardaş. Baxıb görək lanjına baxaq. Əsas Oralar yaxşıdır. Biz sən nəfərdir, biz orada biz şərt deyilik ki, kraska axtarırıq maşınla. Yəni bəzi adamlar görsən deyir ki, maşında kraska olar. Mən səndən razıyam, maşında kraska olar. Amma elə alıcımız var ki, klientimiz gəlir deyir ki, mənə bes kraska maşını ehtiyacdır. Yəni elə klientləri olanda biz sırf bes kraska axtarırıq. Bizə lazımdır ki, maşında əziyi olmasın. Elə adamlar var ki, deyir ki, mənim maşında əziyi olmasın. Yəni kraska olsa olar. Yəni biz sırf bu bazarda onsuz əzəldən bu bes kraska söhbəti yəni problemi olub, belə deyək. Yəni bizə ehtiyacdır. Şimdi o klientin deyilməyindən asılıdır ki, biz maşını axtarırıq ki, kraskadır yoxsa bes kraskasıdır. Yəni belə maşına mən də bilirəm, kraska dəyər. Əsas udardır, vırıqdır, bakavniyadır, stoykadır, onlar olmasın. Buna baxırsan, yəni incəliyirsən. Baxıram, yəni yaxşı maşındır. Yəni o ildə indi biz durub məsəl üçün belə deyək, 2010-un maşınında, yəni mən özüm də maşın satıram. Gəlib birdən 2010-un, 11-in, 15-in maşınında kraska axtarmaq da heç düzgün deyil. Yəni 2011-in, 15-in sən 2020-dən bəri kraska axtara bilərsən. Bu saat adamlar var ki, belə deyək. Gəlir, yəni məsəl üçün 4 göz alır, çeşka alır. Onda kraska deyir ki, bunda görən kraska dəyif, dəymir, satan da deyir ki, bes kraskadır. Yəni 98-in maşını. Yəni alıcı mən keçən səfər bir söz dedim. Alıcı o 98-də, 2000-də, laf 2001-də, 2005-də demirəm, o illərdə də bes kraska maşın var. Retko ola bilər. O da nə oldu elə bu bazarda? Yəni indi bir 10 nəfərdən soruşdan 98-in laf 2000-in, 2005-in maşında deyəcək bes kraskadır. Nə oldu elə hamısı gəldi bazara çıxdı. Yəni o ildə maşınlarda kraska axtarmaq əsas odur ki, vırıq axtar, yəni udar axtar. Və yenə toxunmaq istəyirik ki, qardaşlar, avtomobili biz keçən dəfə yoxladığımız avtomobillə bağlı görüntü paylaşdıq və Elnur detallı şəkildə incələdi. Böyük əksəriyyət yazdı həmin videonun şərh bölməsində ki, maşının rəng dəyər də, qardaş, bir sənətərdir. Maşın almağa gələndə, gəlin real danışaq ki, əksər alıcılar maşın alanda maşının bir yerində bir kusok rəng dəyib deyirsənsə, mən gördüyüm, müşahidə etdiyim vəziyyəti olub ki, bir çoxu çıxıb gedib yəni. Yəni ki, o adi bir balaca rəng dəyən yeri problem eləyənlər var. Amma maşın alanda da bəzən, məsəl üçün alanda bu maşın satan deyirsə ki, bu maşın bes kraskadır, heç bir problemi yoxdur, bir qarış yerində rəng yoxdur falan və s. Gətirirsən maşını yoxlayırsan ki, maşında elə salamat yer bir qarışıdır. Belə deyək, 2 detal adına kraska dəymiş maşını, nəfər uzbor kraskalanmış maşını alsın, yəni o 2 detal dəymiş adına qiymətinə. Məsəl üçün, indi klient gətirir, yəni bölündə bir nəfər gətirir, o uzbor kraskalanmış maşın deyirlər, bir 2 detalına kraska dəyib, klientin də başı çıxmır. Alır götürür gedir. Yəni o qiymət, o deyil maşının qiyməti, başa düşdün? Bax indi ora yazan kim ki yazır, o kraska olsun da. Amma o inanırsan o adamların özü maşın bazarına gələndə ya hardasa salonda maşın alanda kraska axtarır maşında. Niyə? Ki qiymət yendiməkdən ötəri. Dəyərli izləyicilər, yer gəlmişkən Elnur hər bazarda olur və kim maşın almaq istəsə, kim özünə maşın normal maşın istəyirsə, yəni aldığı maşının bütün detallarını, nəyi varsa real şəkildə ondan informasiyanı real görmək, bilmək, bunu bilib almaq istəyirsə, dəyərindən aşağı alıb. Yəni dəyərindən aşağı alıb verməyəcək. Dəyərində olan maşın, yaxşı maşın. Yəni sabah gedib ustanın yanında qalmasın, elə bir maşın. Bəli. Elnur elə bir maşın alıb verəcək ki, qardaş, onu alan adam gedib sabah ustalarda qalmasın. Ona görə də yazın, kim maşın almaq istəyirsə,
bizimlə əlaqə saxlasın. Elnur həmin qardaşa, həmin yoldaşa maşın almaq istəyənə istədiyi kimi maşın tapıb alacaq. Bizi izləmədə qalın və xahiş edirəm kanalıma abunə olun ki, bizim kanalımız yüksəlsin və biz sizə daha yaxşı materiallar təqdim edə bilək.